analogu olmayan park. Bakın. Gördüğünüz gibi hemen portret indi ayağı üstə deyil. Bax beləcə ağzı üstə yerə sərilmiş formatdadır. İndi siz deyin, əgər bunlar öz ümummilli lideri ilə bu cür rəftar ediblərsə, bizi hansı bəlalar gözləyir, ha? Ölkə başçısı bunu əgər görürsə, mən düşünürəm ki, hər halda bir reaksiya verər. Verməzsə, öz atası da özü bilər. Valla, biz nə deyə bilərik ki? Bu Heydər Əliyevin portretini niyə sökürsünüz ki? Ha? 2 dənə restoranı gizlətməkdən ötürü? Ha? Bu boyda parka bu zavoru niyə çəkmişsiniz ki? 2 restoranı gizlətməkdən ötürü? Ha? Həmin Şirvan Heydər Əliyevdən sizə nətər şirin gəldi? Şirinliyi partladacaq ha sizi?